Aleykümselam və rəhmətullah və barakatuh. Allah sizə bərəkət versin. Allah razı olsun. Mənim bir neçə sualımız var idi. Deməli, belə bir video çıxdı qarşımıza. Orada xarici vətəndaşlar gəlirlər, məsələn, turist kimi gəlirlər ölkəmizə və bəzi bizim vətəndaşlar onlarla düzgün tərzdə davranmırlar. Məsələn, ticarət edəndə həddən artıq yüksək qiymətə belə və yaxud da olur ki, sürücülər olur, yəni düz davranmırlar da onlarla. Yəni, taksi kimi istifadə edirlər, çox fırladırlar, nə də onlardan çox bulasınlar. Yəni, bu qədər bir nəsiyyət edirdiniz. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrafil ənbiyai və seyyidil mursalin, nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Həqiqətən qardaşımız çox gözəl, mühüm bir məsələyə toxundu. Bəli, son zamanlar biz də eşitirik ki, görürsən, bəzi insanlara görürsən, əcnəbilərə, xaricdən gələn və yaxud da daxildə olsun, fərqi yoxdur. Yəni, bilməyən insanları görürsünüz ki, yəni fürsətdən istifadə edərək onları aldadırlar. Yəni 5 manatlıq şeyi görürsən 50 manata. Məsələn, 3 manat gedəcək bir yeri görürsən 30 manata. Və yaxud da görürsən 5 manat satılan bir yerdəki məhsulu onu aparır 50 manata satılan yerdən ona təklif edir. Çünki bilmir. Bilmədiyindən istifadə edib orada qazanc əldə eləmək istəyir. Bəli, bu son zamanlar çox eşitirik bunu. Bəzi insanlar bunu edirlər. Allah hidayət versin. Həqiqətən də bu böyük bir məsələdir. Böyük bir, ciddi bir məsələdir. Ciddi bir məsələ. Nəyə görə? Birinci növbədə bir müsəlman, bir mömin, bir müsəlman yalandan uzaq olmalıdır. Yalanın hər növündən. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mömin, müsəlman yalan danışmaz. Hansı bir ola bilər insanın hansısa bir günaha düşə bilər, düşməməlidir, ancaq yalan olmamalıdır. Sonra möhtərəm qardaşlar, ikinci ən əsas məsələ odur ki, biz birinci dinimiz bizlərə buyurur ki, yalan olmaz, müsəlmanıq, bizə yalan danışmaq olmaz, aldatmaq olmaz. Ən əsası budur. Bundan çəkinməliyik. İkincisi isə, biz hər birimiz ölkəmizin bir səfiriyik. Bu da mühüm məsələdir. Biz harasa gediriksə və bizim ölkəmizə kimlərsə gəlirsə, biz ölkəmizi, bu gözəl, mübarək ölkəmizi, bu bərəkətli diyarımızı insanlara gözəl təqdim eləməliyik. Onları aldatmaqla biz özümüzü aldadırıq və eyni zamanda biz xalqımızı təmsil edirik. Biz diyarımızı təmsil edirik, ölkəmizi təmsil edirik. Və yaxud hansısa bir əcnəbini hansısa birimiz aldadırıqsa, deməli biz artıq ölkəmizə bir ləkə getiririk. O insan ölkəmiz haqqında mənfi düşünür. Ölkəmiz haqqında xoşa gəlməz fikirlər yaranır orada. Onun səbəbkarı kimdir? Bizik onun səbəbkarı. Və beləliklə, möhtərəm qardaşlar, beləliklə artıq biz ölkəmizi səhv təmsil eləmiş oluruq. Yalanla təmsil eləmiş oluruq. Və ona görə bir qaydanı bilməliyik ki, hər bir insan, hər bir müsəlman, hər bir vətəndaş öz ölkəsinin səfiridir. Onu düzgün təmsil eləməlidir. İnsanları aldatmamalıdır. İnsanlara yanlış forma, sürət verməməlidir ölkəmiz haqqında, xalqımız haqqında. Ona görə bu məsələlər çox ciddi, qardaşımızın gətirdiyi bu məsələlər çox ciddi və mühüm məsələlərdir. Görürsən, sonra o insanlarda mənfi bir rəy yaranır xalqımız haqqında. Onun səbəbkarı kimdir? Sənsən. Bizik, əgər etmişiksə əgər. Və onunla düşün ki, sən sağlam, düzgün düşüncəli,
insanların haqqına girmiş olursan. Sən bir insanı aldadırsansa, sən yalnız özünü aldatmırsan, yəni onu aldatmış olmursan yalnız. Sən artıq ölkəni və insanlarına xələl gətirmiş olursan. Sən onu düşünməlisən. Və yaxşı insanların haqqına girmiş olursan. Və bir yerdə soruşanda ki, bəs filan kəs ölkədəndir və görürsən, onun adına, onun sənin etdiyin o əmələ görə insanlar ona pis baxırlar. Ona görə bu məsələ çox mühüm məsələdir. Hər şeydən öncə də bizim dinimiz ən gözəl dindir, İslam dini. İslam dini bir çox ölkələrə müsəlmanların əxlaqı ilə yayılıb. Böyük bir ölkələr olub, İndoneziya kimi böyük ölkələrə bir tacirin, bir müsəlmanın gözəl əxlaqı ilə, düzgün davranışı ilə, düzgün ticarəti ilə, əxlaqı ilə yayılıb. Və düşünün ki, bir insanın etdiyi əməl böyük bir topluma zərbə vurur və yaxud da ki, yaxşılıq etmiş olur. Və sonunda bir hədislə tamamlamaq istəyirəm. Bu məqamda, bu haqda Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən sənnə sünnətən həsənətən fələhu əcruhə və əcru mən amilə bihə ilə yevmil qiyamə. Kim bir xeyrə səbəb olarsa, yəni bir sənin əxlaqından, sənin davranışından, sənin düzgünlüyündən insanlar bəhrələnibsə, kim bir xeyrə səbəb olarsa, yəni bu xeyir bu nəzərdə tutulur. Və onu insanlar edərlərsə və sən o bütün o insanlardan səbəbkar sənsən, onların hər birisindən sənə savab gəlir və onların da savablarından heç nə əksilmədən. Düşünün, nə gözəl xeyirdir. Bir xeyrə səbəb olursan və beləliklə bütün o sənin öyrətdiyin insanların savabları da sənə gəlir. Və eyni zamanda hədisdə Allah Resulü buyurur ki, sallallahu aleyhi və sələm, Mən sənnə sünnətən səyyiətən fələhu vizruhə və vizru mən amilə bihə ilə yevmil qiyamə. Və kim bir pis iş görərsə, pis işə səbəb olarsa, ona qapı açarsa və onu edən bütün insanlardan sənə də günah gələr. Və kim onun səbəbkarı kimdir? Sənsən. Və o səbəbkar sən olduğun üçün bütün o insanlardan sənə də günah gəlir. İlə yevmil qiyamə. Mühüm məsələ də budur, qiyamətə qədər. Milyonlarla insanın günahını yüklənmiş olursan və qiyamət günü onların haqqını verə bilməyəcəksən. Ona görə insan çox düşünməlidir, diqqətli olmalıdır. Hər zaman xeyrə qapı olmalıyıq, şərə qapı olmamalıyıq. Ola bilsin, əcnəbidir, gəlib sənin ölkəndə qonaq gəlib, Allah qonağıdır, gəlib sənin diyarına, sənin ölkənə, evinə. Burası hamımızın evidir, vətənimizdir. Biz burada, bu evimizdə düzgün nümunə olmalıyıq ki, o insanlarda pis surət yaranmasın. Və deməsinlər müsəlmanlar Allahdır. Ne demirlər, filan xalqın insanları bizi aldatdı, bizə belə etdi. Və beləliklə, yaxşı insanlarımız çoxdur, əlhəmdülillah. Bu yaxşı insanların haqqına girmək olmaz. İnsan bir əməl etdikdə çox düşünməlidir ki, mən bunu yalnız özüm üçün etmirəm. Və xalqımın, millətimin, dinimin adını batırıram. Ona görə möhtərəm qardaşlar, bu mühüm məsələyə diqqət eləməliyik. Allah hər birimizə eşitib faydalanlarını etsin. Bəli. Allah razı olsun. Belə bir mühüm sual da var. Bəli. Deməli, bu son zamanlar boşanma hadisələri çoxalır. Fəqət belə soruşanda, eləyəndə görürsən ki, belə mühüm bir səbəb yoxdur ortada. Aha. Bəli. Nə nəsiyyət eləyərdiniz yəni bu? Bəli, düzdür. Qardaşımızın gətirdiyi məsələ də son zamanlar insanlar arasında həqiqətən də günü-gündən də çoxalır, yayılır. Yəni siz baxırsan, çoxu səbəbsiz yerə boşanmalar və ailədə gərginliklər. Möhtərəm qardaşlar, bu məsələdə hər zaman çalışmalıyıq ki, tələsməyək. Görürsən, hər şey ailədə normaldır. Hər şey qaydasındadır.
ailə gözəl davranır. Ancaq baxırsan ki, birdən-birə hal dəyişdi. Evdə abu-hava dəyişdi, vəziyyət dəyişdi. Görürsən ki, artıq ailə bir-biri ilə yola gedə bilmir. Və baxırsan birdən-birə baş verdi. Ciddi bir səbəb yoxdur ortada. Soruşsan nə səbəb var? Ciddi bir səbəb. O zaman baxırsan ki, yəni dinimizdə də buyurulub ki, bəzən göz var, nəfs var, həsəd var. Belə məsələlər görürsən bir çox ailələri alt-üst edir. Bəzən görürsən ailə normal şəkildə dolanırlar, yaşayırlar, heç bir söz-söhbət yoxdur. Evə bir qonaq gəlir. Allah qonağıdır, bəli, qonağı qəbul etmək, ona xidmət eləmək hər bir müsəlmanın borcudur. O savabdır, gözəl bir işdir. Çox gözəl bir işdir. Onu gör. Sadəcə bəzən görürsən, bax, ən yaxın adam olur, görürsən, qohumun olur. Görürsən, bəzən nəfs qala bilir. Bəzən istəyərəkdən olur, bəzən istəmədən olur. Nəfs olur, göz olur. Və beləliklə o qonaq getdikdən sonra, o gələn insan getdikdən sonra görürsən evdə burulğan başlayır. Sıxıntılar başlayır, söz-söhbətlər başlayır. O zaman mömin müsəlman düşünməlidir ki, bu yox idi məndə. Nədən baş verdi? Ola bilər nəfsdir. Həmən onu dərk etməlidir və çalışmalıdır ki, evində ruqiyyə etsin. Bəqərə surəsini qoysun, evdə oxunsun. Hansı ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Bəqərə surəsi oxunan yerə şeytan yaxınlaşmaz. Beləliklə, həm ailənə, həm özünə, həm övladlarına ruqiyyəni tətbiq et ki, bu olan burulğan, bu sıxıntılar aradan qalxsın. Çünki bunlar bir çox boşanmaların səbəbi görürsən bundan qaynaqlanır. Heç bir ciddi səbəb yoxdur. Baxırsan, səbəbi soruşanda bir şey gətirə bilmirlər, ortaya qoya bilmir. Yola gedə bilmədik, davrana bilmədik. Ancaq son nəticədə görürsən ki, burada nə həsəd var, nə göz var. Bunlar hamısı haqdır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, Əl-aynu haqqun, göz haqdır. Sonra nə buyurur? Əksəru mən yəmutu min ümməti bə'də qadaillahi və qədərihi minəl-ayn. Mənim ümmətimdən Allahın qəza və qədərindən sonra ən çox ölənlər gözdən ölür. Başqa bir hədisdə deyir ki, dəvəni qazana, insanı qəbrə aparır. Ona görə gözü, bəzən insanlar deyir, bu gözdür, mənə heç nə eləməz, nə eləməz. Hani göz haqdır. Və hər bir neymətin də arxasında həsəd var. Əgər səndə neymət varsa, bil ki, onun həsədi də ola bilər. Ona görə tədbirini gör, zikirlərini elə səhər axşam. Və gördün ki, hal dəyişdi, ruqiyyəni elə həmən. Və belə hallara diqqət eləməyi, qardaşın gətirdiyi məsələ mühüm məsələdir. Son zamanlar çox ailələrdir. Boşanmaların səbəbi heç bir səbəbsiz olur. Görürsən, nəfsdən, gözdən, bəzi hallarda daha ağır olanda sehirdən. Belə hallarda görürsən, birinci növbədə biz qayıtmalıyıq sünnəyə, dinimizə ki, dinimiz buyurub bizlərə. Yəni, ruqiyyə ilə, sünnə ilə, Quranla bunu müalicə edək, aradan qaldıraq və görəcəksən ki, ondan sonra həyat yenidən öz axarına qayıtdı və təkrar olduğu zaman yenə bunu tətbiq et. Həmən bəzən görürsən, bir dənə nəfsdən, gözdən, aylarla, illərlə ailə çalxalanır. Rahatlıq, hüzur yoxdur. Hüzur yoxdur. Bəzən aylar çəkir, bəzən illər çəkir. Ona görə bu mühüm məsələdir, çox mühüm məsələdir. Ona görə hər bir ailə başçısı fikirləşməlidir ki, belə bir hal yarananda qayıtsın Qurana, sünnəyə ki, onu tədavi edə bilsin. Allah bütün müsəlmanlara xeyir, bərəkət versin. Bəli. Allah razı olsun. Bir qardaşımız xahiş elədi, bir problemi var, deyir, valideynlərim cahildir. Bəli. Namaz qılan və hicablı bir qadından evlənmək istəyirəm, amma icazə vermirlər. Bu halda gizlin evlənə bilərmi? Möhtərəm qardaşlar, qardaşımızın verdiyi sualda hansı ki, valideyndən icazəsiz evlənə bilərəmmi? Yəni, qadın mömin, yəni, hicablı olduğu üçün icazə vermirlər. Bəli, hicablı və namaz qılan. Belə məsələdə təbii ki, biz valideynlərimizə birbaşa onlara, yəni, deyək ki, qarşı gəlməyimiz düzgün deyil.
Yəni bəzən olur ki, bəzən insanlar deyir ki, valideyn bunu istəmir, mən istəyirəm, həmən yerinə gətir. Yox. Biz hər zaman valideynlərimizi ilk başlıqda tutmalıyıq. Çünki onlar bizim valideynlərimizdir və bilirik ki, Allahın haqlarından sonra Allah Subhanahu nə deyir? Mənə ibadət edin və bil valideyni ihsana. Sonra valideynlərinizə yaxşılıq edin. Allaha ibadətdən birbaşa sonra gəlir. Mühüm məsələdir. Ona görə həmən biz valideynlərimizə qarşı gələ bilmərik. Dinimiz buna icazə vermir biz. Sən istəyirsən ki, filan kəslə evlənəsən, icablıdır, bəli, yaxşı iş görürsən. Ancaq həmən valideynlərində silməməlisən. Nə etməlisən belə məqamda? Əgər düzgün yoldasansa, yaxşı istiqamətdəsənsə, onda valideynlərinlə dil tapmalısan gözəl şəkildə, hikmətlə və onun səbəbini soruşmalısan və dua eləməlisən Allahdan və həmən qarşı gəlməməlisən. Çünki xeyir, bərəkət böyüklərinizdədir. Onların duasını almaq lazımdır. Görürsən, ana, ata sənə gecə-gündüz bəddua eləyərsə, sən hardan xeyir tapa bilərsən? Heç zaman xeyir tapa bilməzsən. Ona görə mütləq valideynlərlə gözəl davranmaq, onlarla dil tapmaq, onlara söz deyərkən hikmətlə, gözəl şəkildə deməlisən. Nə buyurur Rəbbimiz? وَلَا تَقُلْ لَهُمَا Uf. Onlara uf belə demə. Düşün nə deməkdir? Hətta buyurulur ki, əgər ufdan daha yüngül söz olsaydı, o buyurulardı. Uf belə demə. Ona görə valideynlə davranış çox mühüm məsələdir. Çox ciddi məsələdir. Həmən mən bunu istədim, valideynlərimi sildim, belə olmur. Mütləq valideynlərinlə razılaş, onlarla dil tap, onlarla hikmətlə davran, onlarla danış, söhbət et və dua et Allaha ki, əgər sən düz yoldasansa, həqiqətən də istədiyin xeyir bir işdirsə, Allahdan istə ki, Allah səni, onlar qəlbləri çevirən Allahdır. Qəlblər Allahın əlindədir. Dua et ki, onların da qəlbini sənin, yəni o xeyir istədiyin işə yönəltsin. Əsas dediyimiz nədir? Dinimiz buyurduğu kimi, ana, ataya həmən sərt təpki vermə. Onların üzərinə getmə. Çalış, hikmətlə davranasan. Bəli. Və sonda da görəcəksən ki, Allah sənə nəsib edir, müvəffəq edir. Bəzən insan tələsir. Həmən istəyir ki, o olsun, baş versin. Valideynləri uzaqda, kənarda qoy. Yox. Gözlə, səbir et, onlarla danışıq apar, razılaşdır və biraz vaxt al, Allaha dua et, Allahdan istə. Görəcəksən ki, o qapı bir gün sənə açılır, asanlaşır. Bəli. Allah razı olsun. Bir fikri sualımız da var. Deməli, qardaş deyir ki, misal üçün mən gecə namazını 5 rükət qılmağa niyyət etmişəm. Lakin namaz əsnasında niyyətimi dəyişib 3 rükət edə bilərəmmi? Namazın əsnasında? Bəli, namaza girdikdən sonra. Girdikdən sonra. Namazın içində namaz qıla-qıla niyyəti dəyişə bilərmisin? Qardaşımız soruşur ki, mən vitir namazını 5 rükət qılmağa niyyət etmişəm və namaza girdim. Onun namazın əsnasında 3 rükətə dəyişə bilərəmmi? Yox. Namaza girdikdən sonra dəyişmək düzgün deyil. Niyyəti dəyişmək olmur. Ona görə namaza girdinsə, artıq nə niyyətdə girmisənsə, çünki innəməl a'malu bin niyyət, əməllər niyyətlərə görə. Namaza nə niyyətlə girdinsə, o niyyətlə də tamamlayırsan. Bəli. Deməli, müəllim, bu Kəbəni 7 dəfə tavaf edirik. Məhz bu 7-nin hikməti varmı? Nəyə görə bu 7 sayda gəlib? Belə bir hikməti varmı? Xüsusi olaraq da belə. 7 dəfə tavaf eləməyin orada bəzi alimlər gətirirlər ki, yəni orada ümumən 7 deyək ki, hansı ki biz tək ümumiyyətlə yəni dinimizdə belə bir nə var, tək olan bir şeylər görsən 3-də 3 gəlib, 7 gəlib, belə hallar görürüz ki, biz çox qarşılaşırıq. Belə bu formada biz qarşılaşırıq ki, daha üstün sayılır, tək sayılar. Ancaq ki, yəni
bilirik ki, o Allah Resulü sallallahu aleyhi və səlləmin dönəmindən, yəni o formada bizə sünni olaraq buyurulub. Sünni olaraq, yəni Allah Resulü sallallahu aleyhi və səlləm əhkamlarda 7 buyurulubsa, bəzən görürsən ki, hikməti ola bilsin var, ancaq necə buyurulubsa o formada etməyimiz artıq üzərimizdə bir sünnə olaraq, vacib olaraq qalır. Ola bilər müəyyən hansısa hikmətləri də var, onu mən bilmirəm. Bəli. Allah sizdən razı olsun. Allah Subhanahu taala eşitib faydalananlardan etsin. Allah hər birimizi xeyir üzərində sabit etsin. Və sallallahu əleyhi və səlləm alə nəbiyyina Muhammed.